ilahi iradəyə uyğun yaşamaqdır Ramazan ayı. Yəni, mən artıq öz iradəmi Allahın iradəsində fəna edirəm. İndi mənim üçün mühüm olan Allahın iradəsidir. Allah nə istəyir, ona əməl edirəm. Belə bir hədis keçir. Ya hədisdir, indi Peyğəmbərə nisbət verirlər. Sənədi bilmirəm nə qədər düzgündür, yoxsa yox. Amma məzmun olaraq yaxşı bir sözdür. Belə bir söz keçir ki, Peyğəmbərimiz deyir, insan elə bir məqama çata bilər ki, ürəyi nə istəyər edər və haram yazılmaz ona. Ürəyi istədiyi edər, ona haram yazılmaz. Mən ürəyim istədiyimi edirəm, mənə haram yazılmaz nə deməkdir? İzah edirlər ariflər, deyirlər ki, burada məqsəd odur ki, yəni bu şəxs elə məqama çatır ki, onun o istəkləri azalır. İstəkləri azalır. İstəkləri çox olan şəxs əslində nöqsanlı şəxsdir. İstəkləri çox olan şəxs. Mən maşın istəyirəm, mən ev istəyirəm, mən onu istəyirəm, bu işi, filan bu şeyləri istəyirəm. O deməkdir ki, yəni sən bir yerə bağlanmırsan, sən parçalanmırsan, pərakəndə şəkildə yaşayırsan və hər bir şey səni özünə tərəf çəkir. Amma insan kamala çatanda elə bir məqama gəlib çatır ki, artıq onun istəkləri azalır. Və yalnız onun istəyi nə olur? Allahın istəyi olur. Allah nə istəyir, onu eləyir.